غروب دی مولا yetişdi menziline, ne gördü xana dönüp qəmli beytul ahzana. Açıqdı gördü Ali dərbe hicreye Zəhra, visal günləri bildi, yetişdi payana. Ben burada söz okuram sana, ama mən önüm şam-ı qəriban xanım, bir niyyətlə o mərizin şəfasına. Nənə bilə, nənə mütəvəccəh ola, ömrünün axır günlərdir, evim böyük qızım çağırar. Kızım dadaşından muvazıb ol, o cür diya yok. Kızım filan emaneti filan yere koymuşam. Birden gördü Ali bakır, gördü hanım buyurdu Zeynep. Ey Riyaze Alevi'de kole susen Zeynep. Çok olur evde vazifen, ölüyem ben Zeynep. Bak bana, kar bu bela dersini öreceğim. Ha! Bak mənə şərb bəla dərsini örgən Zeynep. Sən də pərvazə qızım, pər tutacaqsan biliyəm. Qanlı qodalıdə xəncər tutacaqsan, yorulmayıbsınız ki bilirəm, zülfü mehnət, o çölə sən sərəcəksən Zeynep. Sinəsindən gülümün ox dərəcəksən. Vay mənə, kızım, bala o buğcanın gücünün aç, üç dənə kəfən xaricələdi, hamuz eşidibsiz. Kızım, bu mənim kəfənim, bu qardaşın Həsənin, bu baban Əlinin, nənə Bəhseynimin kəfəni alır. Hanım buyurdu kızım, yadındadır gecə köynə toxu. Bu maceradan 50 geçmişdi hasil. Şümrilə Zeynep gör necə oldu muqabil. 50 il sonra əndi o çukur yerəm, iltiması dua dedi Hüseyin. Sər pirahənə ta geriye mara در آورد. Mevsuz okuyayım ha, siz bana bakmayın. Sər pirahən ta geriye mara در آورده. میانه این همه کشته چرا تنها توریا. آیه بزام امیر آقا
buyurdu Hasan Hüseyin. Baba 7-8 yaşında uşağa demək olar, nənəsi ölə deyəsən aram ağlar, demək olar. Amma bu gecə Əmir ağa buyurdu, balalarım, bilirsiniz müşkülünüz var, ucadan ağlamayın. Balalar ağlayanda əlin qoydular ağzına. Bugün Zəhranın balaları ucadan ağlaya bilməyib. Siz ucadan ağlayın. Hüseyin, bilirsən bu köynəyin üstəmən, başımı bəlalara salmışam. Ağarıb saçım, bükülüb belim, bu əmanət üstə qocalmışam. İnsanın hər nəyi əlindən geçsə, darayısı əlindən çıxsa, olanına bəsənd elər, nəhayəti istifadəni olanından elər. Zeynəbin heç nəyə gümanı gəlmədi, bir baxdı göyə, ay gün, azad hərarəti yandı qardaşım. Ay, Ali varidin hicrə oldu, çox qalmadım qətli qahidə, çün Zeynəbi də qoymadılar qala. O düməndə tez rədd oldum, qeyrəti olsa gərək daynəhrə əlqəm axmaz. Naciran olma, günə tapşırmışam, çox şahvazım. Ay can, ay can, ay can, ay can. Ali varid oldu, Zəhranın yana yana çağırıb, kəlləmin ya Zəhra. Laf nənəli dili deyim, Zəhra məndən bir kələmə danış. Yana yana çağırıb, kəlləmin ya Zəhra. Biraz danış, belə pozma əlini ya Zəhra. Əvvəl sözüm budur Zəhra, təlaş elə getmə. Bu son nəfəsdə Əlidən üzüvü gizlətmə. Çox zəhmətlə gözlərini açdı, dediyəm oğlu bağışla, duramıyam ya. Dedi qurun nəfəsin ömrümün kifayətidir. Dediyəm oğlu, məni döydülər, sən aşmadın əl. Dedi dəlilə sükutum babam vəsiyyətidir. Dediyəm oğlu, mən ölsəm kimə şüvesilə. Dedi fəraqün əlinin böyük müsibətidir. Gəlin siz də pozqun evə, iki bənd oxuram şabət verəm. Hər kim ağlayır, xoş saadətinə ağlamayan gözünə yalvarsın. İki cümləm qalır, acaq əmr elədi, bir də oxuyayım bu beyti, sonra ki beyti oxuyayım. Dediyəm oğlu, mən ölsəm kimə şüvesilə. Dedi qurun nəfəsin ömrümün kifayətidir. Allah Allah. Baxdıyam oğlu, biraz da sən danış, axər fəraq saatidir.
Ali belə baxdı Zəhra, iltimas dua. Dedi xanım, Hüseyin gecə su istəyəndə kim verəcək? Dedi o qalsa susuz Zeynəbin qiyamətidir ya Allah. Dedi kimindir o gizlin toxuduğun köynək? Dedi Hüseyin balamın Kərbəlada xələtidir.